Salam, mən informatika müəlliməsi Vəliyeva Lamiyə. Bugün sizlərə informatikadan testlərin izahını verəcəm. Testlərimiz Dövlət İmtahan Mərkəzinin yeni test toplusundan olacaq. Bugünkü bölməmiz kompüterin proqram təminatı və əməliyyat sistemi üzrə testlərin izahıdır. Testlərin izahına keçməzdən öncə kanalımıza abunə olaq, izahı bəyənək ki, bu tip testlərin izahı kanalımızda daha çox yerləşdirilsin və hər kəs bundan yararlanmağa çalışsın. Keçək indi testlərin izahına. Birinci sualda qeyd olunur ki, sistem proqram təminatına aid deyil. Deməli, proqram təminatı özü 3 hissəyə ayrılır. Sistem, proqram təminatı tətbiqi və proqramlaşdırma alətləri. Deməli, sistem proqram təminatı kompüterin işinin asanlaşdırılması üçün istifadə olunan proqram təminatıdır. Buna aiddir əməliyyat sistemi, əməliyyat örtükləri, daha sonra antiviruslar, arxivləşdirmə proqramları, utilitlər, driverlər aiddir. İndi isə baxaq görək, deyir proqram təminatına aid deyil. Deməli, burada birinci Adobe Illustrator, Adobe Illustrator sistem proqram təminatına aid deyil, demək biri seçirik. Doktor Web bir antivirus proqramıdır, onu seçmirik, çünki o aiddir. Üçüncü Linux əməliyyat sisteminə aiddir, bu da sistem proqramına aiddir. Microsoft Excel bu bir tətbiqi proqramdır, bunu da seçirik. Oracle o da bir tətbiqi proqramdır, bunu da seçirik. Disk Cleanup isə bir utilitdir, bu da sistem proqram təminatının daxilindədir, ona görə bunu seçmirik. Cavab 1, 4, 5 A variantı. İkinci, hansı sistem proqramlarına aiddir? A variantı əməliyyat sistemləri və arxivləşdirmə proqramları. Bəli, elə cavab A variantıdır. Qeyd etmişdim, əməliyyat sistemləri və arxivləşdirmə proqramları olsun, antiviruslar olsun, arxivləşdirmə, utilitlər, driverlər, bunlar hər biri sistem proqram təminatına aiddir. Ancaq digər variantlarda translator var, interpretorlar var, qrafik redaktorlar, kompilyatorlar, bunlar heç biri sistem proqramlarının daxilində deyillər. Ona görə cavab A variantı olacaq. Üçüncü sual, əməliyyat sistemlərini müəyyən edin. Deməli, əməliyyat sistemlərinə Linux aiddir. Microsoft Word bu bir tətbiqi proqramdır. MacOS bəli bu bir əməliyyat sistemidir. ScanDisk utilitdir. Disk Defragmenter bu da bir utilitdir. 6 Windows bəli bu da bir əməliyyat sistemidir. Cavab 1, 3, 6 A variantı. Dördüncü, uyğunluğu müəyyən edin. Əməliyyat sistemi, tətbiqi proqram və proqramlaşdırma dili. Deməli, MS-DOS bir əməliyyat sistemidir. Bura A variantı yazırıq. Oracle tətbiqi proqramdır. Adobe Photoshop tətbiqi proqramdır. Linux əməliyyat sistemidir. C++ isə proqramlaşdırma dilidir. Cavab 1 AD, 2 BC, 3 Y. D variantı. Deməli, 5-ci sual, Windows əməliyyat sistemi ilə bağlı doğru fikri müəyyən edin. A variantında faylın adı 255 simvoldan az ola bilməz. Xeyr, maksimum 255 simvol ola bilər. Yəni, burada faylın adı 255 simvoldan çox ola bilməz yazılmalıydı. Ona görə A variantı səhvdir. Qrafik redaktorda hazırlanmış şəkli yadda saxlamaq üçün Ctrl-V deyil, Ctrl-S, yəni Save komandasını seçmək lazımdır. Bu da yanlışdır. Faylı çap etmək üçün Ctrl-C deyil, Ctrl-P, yəni Print çap etmək komandası olmalıydı. Ən sadə qrafik redaktor Adobe Photoshop yox, Paint proqramı da ən sadə qrafik proqram. Ona görə də bu da yanlışdır. Yerdə qalır Y variantı, cavab olacaq elə Y variantı. Faylın adında bəli, simvolundan istifadə olunur. 6-cı sual, sistem proqram təminatına aiddir. Deməli, sistem proqram təminatına dedik ki, utilitlər aiddir. ScanDisk bir utilitdir. Microsoft Word, bəli, xeyr, bu tətbiqi proqramdır. Python bir proqramlaşdırma alətidir. Microsoft Access, bu da bir tətbiqi proqramdır. Avast, bəli, bu deməli bir arxivləşdirmədir. Arxivləşdirmədə istifadə olunan proqramdır Avast. Disk Cleanup da bu bir utilitdir. Cavab olacaq 1, 5, 6 C variantı. Windows əməliyyat sistemində faylın adından istifadəsinə icazə verilməyən deyir. İcazə verilməyən. Baxırıq ki, A variantında, bəli, bura qədər düz gəlir, amma nöqtə faylın adında istifadə olunacaq simvoldur. Ona görə A variantı yanlışdır. B variantında
İndi sualda qeyd olunmuşdu, ət işarəsindən istifadə olunur. Bəli, icazə var, ona görə ət işarəsi olanları silirik. C variantında isə altdan xətt işarəsi var. Altdan xətt simvolu istifadə oluna bilən simvoldur. Yerdə qalır ki, variantı, bəli, bunların hər birindən deməli failin adında istifadə etməyə icazə var. 8-ci ardıcılığı tamamlayın. Panda, McAfee bunlar bir arxiv proqramlaşdırması, arxiv proqramlarıdır. Yəni arxivləşdirmədə istifadə olunur və biz bunun arxasınca bir arxiv proqramı seçməliyik. Yahoo bir brauzerdir, axtarış, daha doğrusu bir axtarış deməli proqramıdır. Ona görə A variantı deyil. Microsoft Access bu bir tətbiqi proqramdır. Opera bir brauzerdir. Microsoft Teams bir tətbiqi proqramdır. Avast, bəli, bu bir arxiv proqramdır. 9-cu proqramlaşdırma alətlərinə aid olan proqramları müəyyən edin deyir. Python, bəli, bir proqramlaşdırma alətidir. PowerPoint, xeyr, tətbiqi proqramdır. Oracle tətbiqi proqramdır. C++, bəli, proqramlaşdırma alətidir. Pascal bir proqramlaşdırma alətidir. Disk Fragmenter bir utilitdir. Cavab 1, 4, 5 olacaq. D variantı. 10-cu sual antivirus proqramıdır. Word, xeyr. Linux əməliyyat sistemidir. Notepad, xeyr. Access tətbiq proqram. Qalır yerdə McAfee, bəli, elə digər sualda da var idi. Bu antivirus proqramıdır. 11-ci sual sistem proqramlarına aid deyil. Deməli, qeyd etdiyim kimi arxivləşdirmə proqramları bəli aiddir. Antivirus proqramları da aiddir, utilitlər aiddir, əməliyyat sistemləri aiddir, təqdimat proqramları xeyr. Bu aid deyil. Cavab Y variantı olacaq. İnterpretator nədir? İnterpretator maşın dilində yazılmış kodu ilkin proqrama çevirir. İlkin yazılmış proqram kodların hər bir sətri ayrıca ardıcıl maşın koduna çevirir. Deməli, cavab burada, deməli, B variantıdır. Digər variantlara baxsaq, maşın dilində yazılmış kodu ilkin proqrama bütövlükdə çevirir. Bütövlükdə çevirən, daha doğrusu ilkin yazılmış, demək, D variantında deyir ilkin yazılmış proqram kodlarını bütövlükdə maşın koduna çevirir. Burada C variantında maşın dilində yazılmış deyir. D variantında ilkin yazılmış proqram kodlarını. Deməli, maşın dilində yazılmış kodu ilkin proqrama çevirən translyatordur. İlkin kodu, deməli, bütövlükdə maşın koduna, bütövlükdə kompilyatordur. Amma hər bir sətri ardıcıl, yəni tək-tək çevirən interpretatordur. Ona görə də cavab B variantı olacaq. Deməli, 13-cü suala baxırıq. Kompilyator, bəli, indi kompilyatorun cavabı olacaq nə? İlkin yazılmış proqram kodunun hər birini, demək, sətrini ardıcı olan interpretatordur. İlkin yazılmış proqram kodunu bütövlükdə oxuyan və maşın koduna çevirən kompilyatordur. Cavab 13-də Y variantı olacaq. Məntiqi ardıcılığı tamamlayın. Paint, WordPad, Access bunlar hamısı tətbiqi proqramlardır. Ona görə də bizə tətbiqi proqram olan Excel olacaq. Bu proqramlaşdırma alətindədir. Bu əməliyyat sistemidir. Əməliyyat sistemidir. Basic-də bir tətbiqi proqramdır. 15-də hər hansı qovluqda şəkil JPEG faylı saxlanılır. Bu qovluqda yeni qovluq yaradılır və şəkil JPEG faylı həmin qovluğa daşınır. Deməli, ilk öncə belə bir sxem çəkirik özümüz üçün. Bir şəkil JPEG faylı saxlanılır. Bu bir şəkil JPEG faylı olsun, şəkil. Həmin deyir, bu qovluqda yeni qovluq yaradılır. Hər hansı qovluqda şəkil JPEG faylı, bu bir hər hansı bir qovluqdur. Burada da şəkil JPEG faylı saxlanılıb. Deyir, bu qovluqda yeni qovluq yaradılır. Bu qovluqda, indi biz həmin bu qovluqda yeni bir qovluq yaradırıq. Yeni bir qovluq yaradırıq və həmin şəkil JPEG-i daşıyırıq bu qovluğun daxilinə. Yəni, bu qovluğun daxilinə şəkil JPEG-i daxil edirik. Deyir, yeri dəyişdirilən faylın tam adı C, Z3, D2023, KB6 və şəkil JPEG kimi olur. Daşınmaya qədər faylın yerləşdiyi qovluğun tam adını müəyyən edin.
Burada tam adı deyəndə biz tam adında faylın adını istifadə etməyəcəyik. Faylın adını istifadə etmirik. Və deməli əvvəlcə şəkil JPEG bu qovluq daxilində yerləşirmiş. Sonra isə deyir bu qovluq daxilində yeni bir KB6 qovluğu açıldı. Bu olur KB6 və olur bu D 2023 və ondan əvvəl olur nə? Z3. Bu isə bir C qovluğu olsun. Deməli onda qovluğumuzun tam adı bura qədər olan hissə olacaq. C Z3 D 2023. D 2023 və həmin deyir qovluğun yerləşdiyi tam adını müəyyən edin. Deməli, burada sualda qeyd olunub ki, daşınmaya qədər faylın yerləşdiyi, yəni əvvəl biz burada deməli şəklin hansı qovluqda yerləşdiyini artıq təyin etmişdik ki, əvvəl bu şəkil deməli əvvəl şəkil D 2023-də yerləşib. D 2023-də. Ancaq bu daşınmadan sonranı soruşmadığına görə biz daşınmaya qədər olan, yəni əvvəlki faylın qovluğun tam adını soruşduğuna görə, ona görə elə biz bundan əvvəli Z3-də yerləşirmiş, sonra da C qovluğunda. Bir C qovluğunda. Yəni bu daşınmaya qədər, yəni əvvəlki bir qovluğun adı idi. Qovluğun adında da deməli faylın adı qeyd olunmadığına görə burada cavab Y variantıdır. Amma daşındıqdan sonra isə bir D3-dən sonra D2023-dən sonra bir KB6 açılıb və həmin şəkil JPEG bura daxil olub. Ona görə də biz bundan əvvəlkini soruşduğuna görə biz bura qədər olan hissəni seçirik. Ona görə də cavab Y variantı olacaq. 16-cı sualda kitab BMP adlı fayl informatika qovluğunda saxlanılırdı. Deməli, gəlin indi bunun sxemini qurmağa çalışaq. Deyir, kitab adlı informatika qovluğunda saxlanılırdı. Bu bir informatika qovluğuymuş, informatika qovluğu və kitab burada yerləşirmiş. Kitab.bmp. Daha sonra bu fayl həmin qovluqda yerləşən fizik adlı qovluğun daxilində yaradılmış yeni qovluğa daşındı. Deməli, həmin fayl, deməli, daha sonra bu fayl həmin qovluqda, yəni informatika qovluğunda yerləşən fizika qovluğun daxilində yaradılmış yeni bir qovluğun daxilinə, yəni bu yeni bir qovluqdur, yeni. Bunun daxilinə yerləşdirildi kitab faylı. Kitab.bmp. Daşınmadan sonra deyir faylın tam adını müəyyən edin. Deməli, daşınmadan sonra dediyinə görə, daşınmadan sonra. Ona görə baxırıq bizdə nə olacaq cavab? İnformatika, fizika, fizikandan sonra yeni bir qovluğa bir ad verilir. Məsələn, informatika variantına baxsaq, informatika, fizika, fizqov, 2023, kitab BMP. Yox, informatika, şəkil, o da deyil. İnformatika, fizika, şəkil və kitab BMP. Bəli, cavabımız burada elə C variantı olacaq. Çünki informatika gəlir, sonra fizika və dedi fizikanın daxilində yaradılan yeni bir qovluq. Yəni bu bir şəkil qovluğuymuş. Və şəkil qovluğunun daxilinə də kitab BMP-ni yerləşdiriblər. Cavab burada olacaq C variantı. Keçirik növbəti sualımıza. Demək, doğru yazılmış fayl adlarını müəyyən edin. Aha. Baxaq A variantına. Şəkil, nida. Demişdik, faylın adında nida işarəsindən istifadə olunmağa icazə verilmir. Fizik, qoşa nöqtə, burada da icazə verilmir. DB5, DS, deməli, DS nöqtə JPEG. 4-də yenə sual var. 5-də ət işarəsi ola bilər. Ona görə də cavab 3, 5 olacaq. 3, 5, deməli, aha, bir də baxaq. Doğru olanları soruşursa, doğru olanlar 1, bir də şəkil nida. Demişdik, nida olar, amma qoşa nöqtədir. Daha sonra sual işarəsidir, bunlar olmaz. Ona görə də burada cavab olacaq 1. Deməli, baxaq.
1 həm doğru yazılmış deyir də, bəli. 1, 3 və 5 olacaq cavab burada. 1, 3, 5. Şəkil. Bəli, bəli. Burada cavab Y variantı olmalıdır. 1, 3, 5. Burada sual var. Burada da qoşa nöqtə var. Nidar işarəsinə bəli icazə var. Burada mən qoşa nöqtəni görməmişdim. Ona görə cavab burada ilə Y variantı olur. 18-də Kasperskaya və Skandisk proqramları üçün oxşar xassələri müəyyən edin. Deməli, Kasperskaya və Skandisk ümumilikdə sistem proqram təminatında yerləşir. Və onun daxilində, demək, Kasperskaya bir antivirus proqramıdır, Skandisk isə bir utilitdir. Gəlin baxaq görə bunların ortaq və oxşar xassəsinə aid olan nədir? Xidməti proqramdır, faylları sıxlaşdıra bilir. Deməli, faylları sıxlaşdıra bilən arxivləşdirmə proqramıdır. Bunlar isə arxivləşdirmə proqramı deyil. Ona görə bu deyil. Proqramlaşdırma alətidir, xeyr. Tətbiq proqramıdır, xeyr. Diskləri formatlaşdıra bilir, bu da xeyr. Demək elə xidməti proqramdır. Bəli. Sonra 19-da doğru təklifləri müəyyən edin. Birinci, basic proqramlaşdırma alətidir. Basic, bəli, proqramlaşdırma alətidir. Microsoft Excel mətn redaktorudur, xeyr, qrafik, daha doğrusu Excel mətn redaktoru deyil. Mətn redaktoru olan Word-dür. OpenOffice Impress qrafiki redaktordur. 3-də, deməli, OpenOffice Impress, xeyr, qrafik redaktor deyil. Sonra, deməli, burada cavab yalnız bir doğruydu. Keçək digərlərinə baxaq. 4-də, deməli, tətbiqi proqramlar kompüterin proqram təminatının əsasını təşkil edir. Xeyr. PowerPoint tətbiqi proqramdır. Bəli, düzdür. Driverlər kompüter qurğularının işini idarə edən proqramdır. Deməli, driverlər kompüter qurğularının işarəni, bəli, bu da düzdür. Cavab olacaq 1, 5, 6. D variantı. Keçək növbəti suala. Utilitlərə aid olan proqramı müəyyən edin. Utilitlərə aid olan, deməli, proqram, baxırıq ki, burada çıxaq. MySQL bir utilit deyil. Demək, MS-DOS əməliyyat sistemidir. Photoshop bu da deyil. Basic bir proqramlaşdırma alətinə aiddir. Panda, bəli, bu bir utilitlərə aid olan proqramdır. Ona görə cavab A variantı olacaq. 21-ci suala baxırıq. Xidməti proqramları müəyyən edin. Deməli, birinci tətbiqi proqramdır. İkinci, bəli, xidməti proqramdır. Pascal proqramlaşdırma alətidir. Skandisk bir utilitdir. Avast, o da bir deməli, antivirus proqramıdır. MS-DOS tətbiqi proqramdır. Cavab olur 2, 4, 5. Bir də düz baxaq. Xidməti proqramları müəyyən edin. Deməli, hə, düz tapmışıq. 2, 4, 5 B variantı. Proqramlaşdırma alətlərini müəyyən edin. Deməli, baxırıq. Birinci, InDesign. InDesign, xeyr, proqramlaşdırma alətinə aid deyil. Pascal, bəli, proqramlaşdırma alətidir. Kasperskaya antivirusdur. Logo, bəli, bu da proqramlaşdırma alətidir. Basic də aiddir. Linux əməliyyat sistemidir. Cavab olur 2, 4, 5. Əməliyyat sistemlərini müəyyən edin. 23-cü suala baxırıq. Əməliyyat sistemlərinə aiddir. Deməli, Paint dedik ki, bu bir əməliyyat sistemi deyil. MS-DOS, bəli, əməliyyat sistemidir. Python proqramlaşdırma alətidir. Linux əməliyyat sistemidir. Windows əməliyyat sistemidir. Dr. Web bir antivirus proqramıdır. Cavab 2, 4, 5 olacaq. 2, 4, 5 C variantı. 24-cü sual. Tətbiqi proqramları müəyyən edin. Gəlin seçək tətbiqi proqramları. MS-DOS dediyi əməliyyat sistemidir. InDesign tətbiqi proqramlarına aiddir. Sonra, yox, üzr istəyirəm, InDesign tətbiqi proqramlara aid deyil. Dr. Web bir antivirus proqramıdır. Bu da tətbiqə aid deyil. Sonra 4-də Impress. Impress olacaq. Hə, tətbiqi proqrama aiddirsə, düz demişdik. InDesign aiddir. Dr. Web aid deyil. Impress, deməli, aiddir. CorelDRAW, bu da aiddir. Skandisk isə utilitdir. Burada cavab 2, 4, 5. Bəli, bəli, biraz
diqqətli olmaq lazımdır. 25-də doğru yazılmış fayl adını müəyyən edin deyir. Deməli, A variantına baxsaq, A variantında bad deməli, sual olduğu üçün olmaz. B variantında bu qoşa nöqtə olmaz. D variantında əslində altdan xəta icazə var, amma burada faylın uzantısında ulduz işarəsi ola bilməz. Y variantında da slash işarəsi ola bilməz. Qalır yerdə C variantı. Bəli, ən doğru yazılmışı da elə C variantındadır. Sonra 26-cı suala baxaq. Fayl adının yanlış yazılışını müəyyən edin. Deməli, ət işarəsinə icazə var dedik. Bu doğrudur. Word text C variantında bu da doğrudur. B variantında demişik ki, deməli, B variantına, gəlin D variantına da baxaq. Nöqtəli vergül. Nöqtəli vergül, deməli, ona icazə verilir. Bizdə qoşa nöqtəyə icazə verilmirdi. Deməli, bir daha diqqətlə baxaq. Deməli, A variantı bəli, doğrudur. B variantı da doğrudur. C variantında o da doğrudur. D variantında dedik, qoşa nöqtə ola bilməz, amma nöqtə vergül olduğu üçün ola bilər. Y variantında bəli, baxın burada qoşa nöqtə var. Ona görə də cavab elə Y variantı olacaq. 27-ci deməli, doğru yazılmış fayl adını müəyyən edin. Deməli, A variantı bəli, doğru yazılmışdır. Elə cavab burada A olur. Gəlin B-yə baxaq. B-də bəli, slash var. Radioda dırnaq işarəsi var C variantında. D-də, yəni, qarşıda açılmış, bağlanmış işarələr olmaz. Ulduz işarəsi heç olmaz. Cavab A variantıdır. 28-ə baxaq. Faylın tam adının doğru ardıcıllığını müəyyən edin. Deməli, əvvəlcə faylın yerləşdiyi baş qovluq yazılmalıdır, yəni 2. Sonra gəlir, deməli, bir informatika qovluğu, yəni 2-dən slash yazılıb, sonra onun ardınca söz yazılmalıdır. Bu olur 3, informatika. İnformatikadan sonra olacaq, deməli, slash işarəsi olduğuna görə 4-ü, 6-nı götürə bilmərik. Deməli, 5-i götürərik. 5-dən sonra quizlər artıq hansısa götürdüyümüzün qarşısında slash olmalıdır. Slash olduğuna görə, deməli, biz burada abituriyenti götürsək, bu artıq info.quiz 6-da yerləşənin uzantısı yoxdur. Uzantı olmalıdır. Ona görə də onu, deməli, boş qoyulub. 5-dən sonra 4 gəlməlidir. 4-dən sonra bəli 6 gəlib və onun uzantısı yanında 1 olmalıdır. Cavab Y variantı olacaq. 29-cu sual hansı tətbiqi proqram təminatına aiddir? Deməli, A variantında nəşriyyat sistemləri. Bəli, tətbiqi proqram daxilində nəşriyyat sistemləri aiddir. Arxivləşdirmə proqramı xeyr, sistemə aiddir, əməliyyatda sistemə aiddir, antivirus da, utilitdə. Elə cavab burada A variantı olacaq. 30-cu sualda kompüterin bütün hissələrinin düzgün və əlaqəli işləməsini təmin edən proqramlar hansı qrupa aiddir? Deməli, dərsin əvvəlində qeyd etdim ki, kompüterin bütün hissələrinin düzgün və əlaqəli işlənməsi üçün bizə, deməli, sistem proqramları lazımdır. Ona görə də cavab burada olacaq sistem proqramları. Keçək 31-ci suala. Driverlər aşağıda sadalanan hansına aiddir? Deməli, driverlər ümumilikdə kompüterin qurğularının işini idarə edən proqramlara deyilir. Deməli, A variantına baxsaq, kompüterin iş qabiliyyətini yoxlayan proqramlara, xeyr, yoxlayan deyil. Deməli, proqramlaşdırma alətlərinə bu aid deyil heç. Tətbiqi proqramlarda aid deyil. Dedik ki, driverlər ilk vaxtda qeyd etdim ki, sistem proqram təminatına aiddir. D variantında qurğuların işini, bəli, qurğuların işini idarə edən proqramlara deyilir. Arxivləşdirmə proqramlarına xeyr, driverlər ona aid deyil. Y variantı. Cavab D variantı olacaq. D. 32-ci sual doğru yazılmış fayl adlarını müəyyən edin. Deməli, 32-ci sualda
tapırıq indi. Birinciyə baxsaq, birincidə sual işarəsi var. Qeyd edeyim ki, sual işarəsi olsa icazə yoxdur. Ulduza da icazə yoxdur. Deməli, 3-də bu işarəyə icazə var, amma bunun belə olan demək simvoluna icazə yoxdur. Daha sonra bəli, bu işarədə icazə var. Bu işarələrə icazə yoxdur. Bu işarələrə icazə yoxdur. Buna icazə var. Deməli, buna yoxdur. Bu ola bilər, bu da ola bilər. Slash ola bilməz. Slashlərin hər ikisi ola bilməz. Altdan xətə də bəli icazə var idi. Ona görə cavab olacaq 3, 4 və 6 B variantı. 33-cü suala baxırıq. Deməli, təqdimat proqramında yaradılan faylın tipini müəyyən edin. Təqdimat proqramında yaradılan PPT-dir. PPT. 34-cü suala baxaq. Xidməti proqramları müəyyən edin. Deməli, xidməti proqramlar, yəni servis proqramları aiddir. Servis proqramları da sistem proqramlarına daxildir. Deməli, Paint bir tətbiqi proqramdır. DoctorWeb bir antivirusdur, bu aiddir. C++ proqramlaşdırma alətlərinə aiddir. Disk Cleanup bu da aiddir. WinZip bir arxiv proqramıdır, bu da aiddir. Windows deməli Windows əməliyyat sistemidir. Bu xidməti proqramlara aid deyil. Cavab 2, 4, 5 olacaq. Görə 2, 4, 5 hansı variantdadır? Y variantı. Keçək 35-ci suala. Xidməti proqramlara aiddir. Utilitlər, antivirus proqramları. Bəli, cavab elə A variantı olacaq. Əməliyyat sistemi yox, translatoru yox, kompilatoru yox və bunların heç biri yox. Qovluqda deməli 279 school.doc faylı saxlanılır. Həmin qovluqda deməli gəlin çəkək indi sxemimizi. Qovluqda 279 demək bu fayl saxlanılır. Həmin deməli həmin qovluqda alt qovluq yaradılır. Deməli, bu qovluqda bir alt qovluq yaradıldı. Alt qovluq yaradıldı. Və fayl həmin alt qovluğa daşındı. 279 bura daşındı. Bundan sonra həmin faylın tam adı bu oldu. Deməli, daşınmadan əvvəl deyir. Əvvəl olanda, deməli, bu 279 baxırıq ki, indi Docda yerləşir. Baxın, Docda yerləşdi. Çünki yeni faylardır. Bu Docdur. Doc. Bu burada yerləşdirildi. Amma bundan əvvəl o Docda deyildi. Ondan əvvəl hardaydı? Ondan əvvəl sənədlərdə idi, sənədlərdə. Çünki sənədlərdə yeni bir qovluq açıldı və o qovluğun daxilinə yerləşdirdilər. Amma ondan əvvəl o elə sənədlərdə yerləşirmiş. O da faylda, o da D diskində. Demək, tapacağıq biz nəyi? D fayl və D fayl sənədlər. Deməli, A variantında baxsaq, bəli, D fayl sənədlər. Sonra 270 school, bəli, cavab A variantı olacaq. Deməli, burada D fayl sənədlər yoxdur. Burada sənədlərin açılmır. Bu heç biri. Deməli, burada Y variantında da xeyr, Docda deyil. Deməli, cavab burada A variantı oldu. Keçək 37-ci suala. Əməliyyat sistemlərinin müəyyən edin. Deməli, A variantına baxsaq, Photoshop, deməli, Python. Burada elə bunlar heç bir aid deyil. Photoshopda əməliyyat sisteminə aid deyil. MS-DOS bəli əməliyyat sisteminə aiddir. Yukon, demək xeyr, Microsoft Access-də heç o da aid deyil. Linux, MS-DOS, Android, bəli, bunlar bir əməliyyat sistemidir. Baxın, bunların hər bir əməliyyat sistemidir. Word burada deyil, Linux əməliyyat sistemidir. WinRAR, bəli, WinRAR antivirusdur. Daha doğrusu arxivləşdirmə proqramıdır. Excel də aid deyil. Bəli, çıxdaşla etsək artıq variant özü çıxacaq. 38-ə baxırıq. Qrafik fayl uzantılarını seçin. Deməli,
Doc bir mətn faylının uzantısıdır. PNG bir şəkil, yəni qrafik fayldır. Bəli, text mətn faylındır. WAV audio, yəni səs faylının uzantısıdır. BMP bir icra olunan deməli faylın uzantısıdır. JPEG bəli şəkil faylının uzantısıdır. BMP həmçinin şəkil faylının uzantısı da gedildiyinə görə 2, 5, 6 olacaq cavab. 2, 5, 6. Uyğunluğu müəyyən edin. Deməli, Adobe InDesign bir deməli tətbiqi proqramdır. Tətbiqi proqramların daxilində nəşriyyat sisteminə aiddir. Yəni nəşriyyat sistemində istifadə olunan bir proqramdır. Ona görə 1-ə yazırıq biz nə? 1-ə yazacağıq C və Y. ScanDisk isə bir sistem proqramına aiddir və nədir? Bir dəqiqə, düzgün yazmadıq. Aha, B variantına aiddir. Başqa da bir şey yoxdur. Aha, cavab olacaq 1 C, Y, D variantı, 2 B. 40-cı suala baxırıq. Fayl və qovluğun adında aşağıdakı simvollardan hansını istifadə etmək olmaz? Deməli, elə burada aydın görünür ki, slash işarəsi demişdim sizə. Baxın, slash işarəsi. Bunların heç biri faylın və qovluğun adında istifadə etmək olmaz. Cavab C variantı olacaq. Bir dəqiqə. Tam açaq. Aha. Gəldik 41-ci suala. Windows əməliyyat sisteminin mümkün fayl adını müəyyən edin. Sistemində mümkün fayl adını müəyyən edin. Bir dəqiqə. Aha. Deməli, yəni hansı fayl adını yazmaq olar? Deməli, A variantında sual olduğu üçün çıxdıq. B variantında deməli xətt ola bilməz. Xətti də çıxdıq. C variantında dedik ki, bunlar açılıb bağlanan olmaz. C-də olmaz. D-də ulduz qətiyyən olmaz. Cavab qalacaq Y variantı. DS işarəsini görüb çaşmayın. DS işarəsinə icazə var. 42-ci sual. Faylın tam adının doğru ardıcıllığını müəyyən edin. Deməli, birinci gələcək bizdə deməli, qovluğumuz C qovluğu 2. Sonra ondan sonra bir slash çəkilməlidir və slashdən sonra qovluğun adı yazılmalıdır. Bu birinciyə uyğundur. Y books. Ondan sonra slash çəkildiyinə görə söz yazılmalıdır. Deməli, hansısa bir qovluq olmalıdır. Baxırıq 4-də bir sonuncu faylın adıdır. 5 isə bir qovluq adıdır. Ona görə biz 5-i seçməli. Amma 5-dən əvvəl biz 1-də slash qoyulubsa, bəli, 5-i ilə seçə bilərik ki, həm demək, qarşısında slash olsun və artıq bundan sonra bir slash istifadə eləməliyik. Ona görə 3-ü götürürük. 3-ü götürəndən sonra artıq bir dəqiqə, burada 2-dən əvvəl deməli 2-ni yazdıq. 2-ni yazdıq, amma 2-dən sonra bizim qovluqdan 2 qoşa nöqtə qoyulur. Yəni, baxın belə. C qoşa nöqtə. Qoşa nöqtə. Ona görə də C-dən sonra biz mütləq qoşa nöqtə qoymalıyıq. Yəni, 2 yazırıq və 2-dən sonra 6-nı qoymalıyıq. Deməli, oldu 2, 6, 1. Bir də diqqətlə baxaq. Deməli, 2, 6. 6-da qoşa nöqtə qoyduq. Aha, sonra slash açılmalıdır. Bəli, bəli. Bir də yenidən yazaq. Bir dəqiqə, bir də yenidən yazaq bunları. Deməli, əvvəlcə 2 qoyuruq. 2 qoyduq. 2 C-dir. C-dən sonra qoşa nöqtə gəlir. Qoşa nöqtədən sonra slash gələcək. 3 qoyulacaq. Deməli, 2,
2-dən sonra qoşa nöqtə, sonra slash. Aha, slashdən sonra dedik My Documents qovluğu. Ondan sonra artıq deməli 3-dən sonra gəldi My Documents, sonra gəldi eBooks, sonra gəldi faylın adı. Bəli. Qovluğumuzun adı, daha doğrusu faylımızın tam adı bu ardıcıllıqla yerinə yetirir. Baxaq görək hansı variantdadır. Deməli A variantında 2, 6, 3, 5, 1, 4. Bəli, cavab A variantı olacaq. Verilmiş kateqoriyalardan hansılar kontrol panel qovluğunda yerləşir? Deməli, birinci 43-də kontrol paneldə yerləşən bu qovluqlar hansılar yerləşir deyir. Demək, cavab olacaq burada 43-də birinci bir programs yerləşir. Sonra propertieslər, xeyr, propertieslər orada yerləşmir. Hardware and sound, bəli, o da yerləşir. Sonra driver yox, printer o da yox. System and security, bəli, 6-da yerləşir. Demək olacaq burada cavab 1, 3, 6. Deməli olacaq D variantı. Keçək növbəti suala. Windows əməliyyat sistemində doğru olan fayl adlarını müəyyən edin. Deməli, qeyd edək. Birincidə, bəli, 1-ə icazə var. Sonra, ikincidə sual ola bilməz. 3-də ola bilər. 4-də slashlər ola bilməz. 5-də ulduz ola bilməz. 6-da altdan xətt ola bilər. Cavab 1, 3, 6 C variantı. Uyğunluğu müəyyən edin. Deməli, Corel Photo Paint, Adobe Illustrator, Mascat. A variantını oxuyaq. Vektor təsvirlərlə işləmək üçün nəzərdə tutulmuşdur. Demək, vektor təsvirlərlə işləmək üçün Adobe Illustrator nəzərdə tutulub. Ona görə 2-yə A yazırıq. Deməli, sonra raster təsvirlərlə işləmək üçün nəzərdə tutulmuşdur. Raster təsvirlər Paint-də, yəni Corel Photo Paint-də nəzərdə tutulub. Bura A yazırıq. B variantı. Mascat üç ölçülü deməli cisimlər qurmaq üçündür. Burada da C variantı müəyyən hesablamalara əsasən qrafiklər, fəthlər və üç ölçülü cisimlər qurmaq imkanına malikdir. Bəli, burada cavab C variantı olacaq. Deməli 1B, 2A, 3C. Cavab D variantı. Keçək 46-cı suala. Fayl tipi və onun deməli uzantı fayl tipi və onun açıqlamasına əsasən yanlış olanı müəyyən edin. Deməli, exe, bəli, icra olunan fayldır. MIDI təqdimat faylı. MIDI xeyr, təqdimat faylı deyil. MIDI səs faylıdır. Ona görə bu yanlışdır. Bizdən yanlışı soruşur. Burada cavab C variantıdır. BMP, bəli, qrafik fayldır. AV, video fayldır. Doc, mətn fayldır. Cavab burada C variantı olacaq. Keçirik 47-ci suala. Deyir, bu və bu fayllar üçün yanlış mülahizələri seçin. Deməli, WAV deyək ki, audiodur, yəni səs fayl uzantısıdır. Və indi variantları oxuyaq görək hansı uyğun gəlir. 1. Eyni disklərdə yerləşirlər. Baxırıq ki, deməli, eyni disklərdə xeyr, biri D diskində yerləşir, biri C diskində yerləşir. Ona görə fərqlidir. 1 yanlışdır. Fərqli disklərdə yerləşir, doğrudur. Eyni qovluqda yerləşirlər. Baxırıq, biri audio qovluğunda yerləşir. Daha doğrusu, fayllardan söhbət gedir də. Faylın biri 2022 qovluğundadır, biri 2021 qovluğundadır. Xeyr, eyni qovluqda yerləşmir. Fərqli qovluqlarda yerləşirlər, bəli. Tipləri eynidir. Tipləri fərqlidir. Demək, tipləri eyni deyil. Biri audiodur, biri videodur. Ona görə tipləri eynidir də yanlışdır. Daha doğrusu tipləri eynidir. Flow da bir səs faylıdır. Mən video faylı yanlışlıqla dedim. Tipləri fərqlidir. Xeyr, tipləri fərqli deyil, eynidir. Cavab olacaq burada. Deməli, daha doğrusu biz buna üstəgəl qoyuruq. Buna çıxaq qoyuruq. Çıx olanları seçirik. 1-dir, 3-dür, 6-dır. 1, 3, 6. Cavab C bəndi. Bir dəqiqə, bir də diqqətlə baxaq. Bizdən yanlış olanı seçin deyir. Biz, bir dəqiqə, harada? Bir də baxaq. Eyni diskdə yerləşir, xeyr. Fərqli disklərdə yerləşir,
Bəli. Eyni qovluqda yerləşir. Xeyr. Fərqli qovluqda yerləşir. Bəli. Tipləri eynidir. Bir də baxaq. Vav dedik ki, vav səsdir. Flav, flav düz demişik də, video faylındır. Düzdür. Bəli. Tipləri eynidir yazıb. Yox, tipləri eyni deyil, tipləri fərqlidir. İndi baxaq cavabımız. Yanlışları soruşduğuna görə 1, 3, 5. Bəli, 1, 3, 5 düzdür. Çünki vav səsli, flav video faylıdır. Fayl uzantısıdır. Deməli 48-ə baxırıq. Diskdə 11 kilobaytlıq səs faylı və 9 kilobaytlıq qrafik fayl olarsa, bu fayllar neçə klasterə yerləşər və faylların yaddaşda birlikdə tutduğu yer neçə kilobayt olar? Deməli burada klasterin ölçüsünü 4 kilobayt verib və biz hər bir deməli faylı klasterlərə ayrı-ayrı yaddaşda saxlayacağıq. Onları ümumilikdə toplayıb sonra klasterə bölmək olmaz. Gəlin indi həllini qeyd edeyim. Deməli, bir klasterimiz qeyd edir ki, 4 kilobaytdır. Deməli, baxırıq, burada səs faylı 11 kilobaytdır. 11 kilobayt neçə klasterə yerləşər? Deməli, bir klasterimiz 4-dürsə, 2 klasterimiz olacaq 8 kilobayt. Baxırıq, 2 klaster bizə bəs edirmi 11 kilobayt almaq üçün? Xeyr, bəs etmir. Onda bizə 3 klaster lazımdır. 3 klasterdə olacaq 12 kilobayt. Bəli, deməli bizə 3 klaster lazımdır və bu ümumilikdə 12 kilobayt tutacaq. Və orada yerdə qalan 1 kilobayt boş qalır. Yəni boş saxlaya bilərik. Əsas odur ki, bizim səs faylımız həmin klasterdə yerləşsin. Seçdiyimiz klaster sayında həmin deməli yerdə yerləşə bilsin. Sonra isə qrafik faylı 9 kilobaytdır. Qeyd etdik ki, burada da ayrı-ayrı baxırıq. 2 klasterə 8 kilobayt yerləşir. Baxırıq burada 9-dur. Xeyr, 9 yerləşmədi tam. Yenə bizə 3 klaster lazımdır. O da olur 12 kilobayt. Və artıq klasterlərimizə yerləşdirdik fayllarımızı və deyir ki, və fayllarda yerləşə birlikdə tutduğu yer neçə kilobayt olar? Deməli, 12 kilobayt bu yerləşdi, 12 kilobaytda da bu yerləşdi. Ümumi oldu 24 kilobayt. Yəni, 3 klaster burada, 3 klaster burada, 6 klaster və ümumilikdə 24 kilobayt. 6 klaster və 24 kilobayt. Cavab D bəndi. Deməli, səsi açmaq unutmuşam. Bir də diqqətlə baxaq. Deməli, birinci faylın adı maksimum 255 simvoldan ibarət olar. Bəli, birinci doğrudur. İkinci, bu simvollardan faylın adını istifadə edilə bilər. Xeyr, istifadə edilə bilməz. Üçüncü, kontekst menyu sıçanın düymələrlə açıla bilməz. Xeyr, açıla bilər. Sağ düymə ilə açıla bilər. Fayla bu işarələr kimi vermək, xeyr, bu işarələrdən icazə yoxdur faylın adında. Bildirişlər sahəsi tapşırıqlar zorlanmanın sağ tərəfində yerləşir. Bəli, cavab olacaq 1, 5 D variantı. Keçək 50-ci suala. Document.doc faylının tam adı budur. Fayl yerləşdiyi qovluqdakı draft adlı alt qovluğa daşındıqdan sonra faylın tam adı necə olar? Deməli, fayla baxırıq ki, reportsda yerləşir. Və deyir ki, yerləşdiyi qovluğun daxilində, yəni bunun daxilində bir drafts adlanan qovluq açılır. Və sonra faylı bura yerləşdirilir. Onda nə olacaq? C-users, user, documents, reports, reportsdan sonra drafts, sonra document.docx olacaq. Cavab olacaq burada. Deməli, burada görək. Burada görürsünüz yerlərini dəyişik qoyublar. Ona görə bu deyil. Reportsdur. Sonra reportsun daxilində drafts adlanan demək qovluq yaradılır. Və onun daxilinə faylı əlavə edirlər. Cavab burada D variantı olacaq.
Deməli, bura qədər testlərimizin izahını artıq dayandırıram və qeyd etmək istəyirəm ki, əgər dərslərimizə qoşulmaq istəyirsinizsə və informatikanı bizimlə öyrənmək istəyirsinizsə, 055 280 59 24 nömrəsi ilə əlaqə saxlayın və dərslərimizə yazıla bilərsiniz. Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Hələlik, sağ olun.